Hoş gördük hamınızı. Çərşənbə günündə Vüsal müəllim, bu günün şərəfinə sən bir təqdimat elə. Çox sağ olun, təşəkkür edirəm. Bugün əziz xalqlar, əziz gənclərimiz, bugün biz gəlmişik su çərşənbəsinə əlaqədar Rauf əməkdəmə. Rauf əmim ilk öncə bizim ağsaqqalımızdır, kəndçimizdir və ən önəmlisi də mənim atamın gənclik dostudur. Hər zaman danışırlar, görüşürlər, bu da bizim üçün çox böyük bir fəxrdir. Allah sizə can sağlığı versin Rauf əmim. Biz çox şadıq ki, bugün su çərşənbəsində sizi gəlib yad edirik. Sizin hörmətinizi həmişə saxlayırıq, saxlamalıyıq da. Neçə belə su çərşənbələri keçirdəsiniz, bayramınız mübarək olsun, neçə belə bayramlara çıxasınız. Sağ olun. Mən də həmişə qardaşım dediyi sözü təkrar olmasın. Su çəkənmənizi mübarək olsun, təbrik edirəm. Allah canınızı salamat eləsin. Həmişə belə xoş günlərdə biz görüşək. Rafa da Allah can sağlığı versin, uzun ömür versin. Su çərşənbəniz mübarək olsun. Allah Taala bu gələn ilimizi, bayramımızı nə qədər ağırın azın var, hamısını bu küləyə qonursun, geçsin, tökülsün dənizə. Heç vaxt ağracı görməsən. Bayramınız da mübarək olsun. Sağ olun. Əvvəla xoş gəlmişsiniz. Allah sizlərin canını sağ eləsin. Həmçinin mən də qeyd edirəm, çərşənbə bayramımız mübarək olsun. Həmişə ümumi millətimizin başı ucu olsun. Sizlərin də çəkdiyi əziyyətlər Allah Taala əvəzini versin. Sizlər çox əziyyətlər çəkirsiniz. Gələn ayaqlarınızda var olsun, bayramınız mübarək. Sağ ol. Hamımızın su çərşənbəsi mübarək olsun. Hamımız gələn çərşənbə günlərində, gələn il bu vaxtı bütün nə qədər acılar, nə qədər o istəklərimiz var, hamısı həyata keçsin, arğacılar da ötüb keçsin. Bugün biz Rauf müəllimin ocağında onun halını, əhvalını soruşmağa gəlmişik. Allah ona da can sağlığı versin. Gülfüqar. Xoş gəlibsiniz. Mən də hamınızı salamlayıram və kim baxacaq onlara da salam deyirəm hamısına. Allah Rafa da can sağlığı, xoş gəlibsiniz. Sağ ol. Su çərşənbəmiz hamımızın mübarək olsun. Qadağan olunmuş bayramımızı Dahi İşğalı Qurbanovdan sonra yenidən bu cür millətlə birlikdə yaşamaq bizim üçün xoşdur. Yadımıza elimizdə, obamızda keçirilən bayramlar düşür. Bu bayramları ilahi bizlərə çox görməsin. Amin. Allah Taala Rafa uzun ömür, can sağlığı versin. Allah Taala Rafa pis gün göstərməsin, xəstəliyi keçəli olsun. Gələn bu bayram, üzümüzə gələn bayramlarda, Od bayramında, Noruz bayramında Rafı ayaq üstə görək. Bizlə beraber hərəkətli olsun, bizlə beraber stol başında olsun, bayramın mübarək olsun. Sağ ol. Sağ olun. Şair. Deməli, kəndimizin bir adətini yaşadırıq ki, inşallah bizdən sonrakılar da yaşatsınlar. Bugündən Novruz başlayır, Novruz bayramımız başlayır. Kənddəki adəti, kənddəki sevinci yaşamasaq da, amma həmin Novruzdur, həmin baş çəklidir. Bugün gəlmişik, Rafa baş çəkməyə. Kəndimizdə belə bir şey vardı, böyüklərə baş çəkirdilər. Bakıdan məsələn gələndə, tez böyüklər deyirdilər ki, get filan kəslə görüş, birdən o gələr. Bugün həm Raufun ocağında Raufu ziyarətə gəlmişik, elə bir gündür ki, bugün həm də bizim adımızın, böyük adımızı daşıyan Abbasqulu bəyin doğum günüdür. Bugün onun 140 illiyidir. Rauf, həmişə gələndə səni bax belə görək, süfrənin başında görək. Həmişə səni gördüyümüz kimi görək. Sən yaxşı olansan. Təbrik edirik. Sevda bacı mənim kök qohumumdur, onu da təbrik edirəm. Bu bir xoş ənənədir. Mən istədim ki, bu ilki Novruz çərşənbələrini bizim xalçanın, o müqəddəs saydığımız böyüklərin ocağında, onun ziyarəti ilə hər çərşənbəni qismət olsun bu şəkildə və yaxud bir başqa şəkildə 3 nəfər, 5 nəfər qeyd edək. İndi növbədə
bir çərşənbəmiz də zanitdir. Mesaj ötürürəm o xalsallara ki, inşallah istənilən ocaqda orada Bilal olmasın, Binnət olmasın, fərq eləməz. Əsas odur ki, 5 nəfər, 3 nəfər, 10 nəfər yığışsın, bir böyüyünü ziyarət eləsin. Su çərşənbəniz mübarək olsun, ömrünüz su kimi axar, təmiz və saf olsun. Sağ olun. Çox sağ olun. Bir daha ocağında bizi qəbul elədiyinə görə Rauf Xudakərimoğluna və Sevda xanıma minnətdarlığımı bildirirəm. Haqqınızı, əziyyətinizi halal edeyim bizə. Sağ olun. İkinci ildir, 9-cu sinifdə oxuyuruq. Güya motosiketi sürmək üçün kalyaskanı force edirəm. Güya gedib meydandan kitab alacaq. Düz klubun qabağı qalıb Yunus müəllimin kırnası ilə çıxmışam. Gendən məktəbin qabağından gələcəm. Məhləni görəndə azı verdim, orada trası idi axı. Bir də baxdım ki, qabaqdan traktor keçir. Klubun qabağından qərbin lapeti gəlir. Öz aləmində tormozdadım ki, raşot elədim ki, keçdi güya. Bir də qaz vermişəm görünür. Sonra yadıma gəlmir nə olur. Bir vaxt ayıldım ki, motosiklet girib lapeti, o da görüb ki, lapete girirəm, tormuzlayıb da ki, sürünməsin. Lapetin arxa tərəfinə girmişəm, motosikletin şüşəsi qırılıb, motosiklet belə aşıb, benzobak əyilib. O vaxt ayıldım ki, yerdəyəm, benzobak elə bir damcı su çiliyir. Ayılanda gördüm köhnə məktəbin qabağından bir dəstə adam gəlir, qabaqda da Raufdur. O vaxt, həqiqi deyirəm, Rauf indi mən uşaq idim, kəndin ən zdarovu, belə canlı cüssəsi adam idi. Elə bir ki, doğrudan dağ gəlir. Deyəsən, elə birinci o gəldi, qolumdan qaldı, belə üstüm kəsmişdi. O vaxtdan bu vaxta mən Raufu həqiqətən o köhnə kişilərdən, dağ cüssəli cavanlardan görmüşəm. Bu gün də... Motosikletə də tövbə eləmişəm. Bu gün də... Raufun o xətir hörmətinə görə bu gün gəldik onun ocağında və bacıoğlusu Abbasqulu ilə bir yerdə xoş bir axşam yaşadıq. Çox xoş. Allah həmişə sənin canını sağ eləsin Rauf, eldən, obadan, dostluqdan, yoldaşlıqdan əski olmayasan. Sağ ol. Sağ olun. Allah ömrünüzü uzun eləsin. Allah sizin gələn ayaqlarınızı var eləsin. Allah yenə bu elimizin, obamızın cavanlarını həmişə mehriban eləsin. Amin. Ancaq mehribançılıq sevmək. Gəlsə var idi, böyründə əlavələr artırıldı, adlar yazılırdı. Açılışda hamı gedibdi, məktəbdən də biz aparıqlardılar. Onda da Kapır Sədr rəhmətli Ünbət oldu. Məhəmməd. Deməli, rəhmətli Ünbət oldu, rəhmətli Abdullah Elişadır, Kızım saçdı. Heydərov Vaqifdir, kəndin ziyanları hamısı düzülübdür və müəllimlər də düzülübdür. 41-45-ci il müharibəsi haqqında hər öz fikrini bildirir. Nəysə, sözü verdilər bu Kərim Naliyə. Allah ona dönə-dönə rəhmət eləsin. Tamamilə kənddə hərbi Böyük Vətən müharibəsində kim iştirak eləyib, hamısının şehirdə bir adını çəkdi. Ümmətov qayıtdı dedi ki, onda da veteranlara orada hədiyyə zad verirdilər bəzilərine. Qayıtdı ki, ən böyük hədiyyə Kərim Naliyə düşür, Kərimə düşür. Bir-iki nəfər yaxınlaşdı Kərimə, Kərimi başladılar incitməyə. Bizim ziyalılarımızdan, daha doğrusu müəllimlərimizdən. Kərim çox gözəl bir söz dedi. Qayıtdı ki, sən müəllimsən. Mən ama dedi, Fəhlə babayam, Kətçi babayam. Amma yadımda bir söz saxladım. Kərim nail olmaq üçün sənin hələ qanqal otlalarına düz bir il var. Müəllimizə dedi. Dedi, sən Kərim nail olmaq üçün gərək bir il qanqal otlayasan. Mamedov Hüseyin gəldi, Allah rəhmət eləsin. Girdi Kərim nailənin qoluna, apardı. Orada da nəysə balaca bir hədiyyə verdilər. Bax, o çox maraqlı bir şeydir. Bəyənmədiyimiz Kərim nailənin ziyalımıza dediyi söz. Binnət müəllim, indi o şeiri görən, yaddaşında saxlayan bir oğul ola, Vüsal Bizim eşqimizi dağıdanların gözləri ilişsin kola, gülüsün. Allah'tan istərəm hər vaxt, hər zaman alışıb yol üstə fərqdala görsün. Qoşa kirpiklərin bulaşa qana, Allah bəndəlikdən kaşdanı dana. Vermədi xalsa da tərbiyə sana, nə qonşu, nə baca, nə xala gülsün. Ağac yenə qaldı o bar dibində.
O qar yenə qaldı divar dibində. Nalə yenə qaldı hasar dibində. Rəhm elə sən kəra, lala gülsün. Deməli, Qacar rolunda mən oynayıram. İnqilab olar. İnqilab məzunu. Vaqif rolunda Abdullah İsa dayının oğlu Azər oynayır. Vidadi rolunda Mehman oynayır, Fərman dayının oğlu. Bir neçə nəfər tamaşaya hazırlaşırıq. Hər gün Əmər müəllimin otağında, Fəxrəddin müəllimin otağında dilə, orada məşq edirik. Orada məşqlərimiz qurtardıq, bizi apardılar klubdan. Ki, biraz öyrəşək də klubda məşq eləməyə. Nə var, kağızdan papaq düzəltmişik, ortasına bir şey, taxtadan bir xərkər düzəltmişik. Tamaşaya hazırlaşır. Bu İmran müəllim gəldi ki, bəs stolda oturanda belə otur. Zelandın dayı da gəldi, Allah ömür versin ona. O ikisi yardırdılar da elə bilirlər. O Zelandın dayı gəldi, dedi ki, bana sən bana fikir vermə. Bizdə də belə stoldu. Əslində o stol biraz böyük stol olmalıdır ki, qarşı şah olmalı stolda. Belə stoldu. Bu stolda da otursam, o da məyilib eləyir. Gəldi, Əmər müəllim belə baxdı, Allah rəhmət eləsin. Dedi, bir də əylələ baxın, bir də əyləndə böyüdən nə tərvurdusa. Salam. Biraz aral tut. Deyən Rafəm tava. Vaqif salam ver dayı. Yatərsən? Yaxşıyam, sağ ol, Allah. Gəl verir.